Quran öz dilində oxusan namazda o Quran sayılmır da, mənaz və tərcümə sayılır. Bir dənə məsələ var. Yayılıb onu deyim. Quran öz. Bəzi adamlar deyir ki, namazı öz dilimizdə qılaq. Azərbaycanda belə ki, təzə çıxıblar, qoy onlara bir dənə cavab verək. Təzə çıxıblar onlar. Təzə deyirlər, var biraz, amma fikirlər... Onlardan biri mənə zəng eləmişdi. Dedi ki, namazı Azərbaycanda niyə qılmırıq ki? Mən dedim ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَقْرَأُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ Sizə Qurandan asan olanı oxuyun, yəni namazda. Dedi, hə. Dedim, sən Azərbaycanda deyirsən, həmd aləmləri Rəbbinə məxsusdur, o rəhman və rəhim diyor. Sən Quran oxuyursan? Deyir ki, hə. Deyirəm, Allah subhanət hələ bu ki, İnnə ənzəlnəhu Qur'anən Arabiyyən. Biz bu Quranı ərəbcə nazil etdik. Sən Azərbaycanda deyirsən. Allah deyir ki, namazda Qurandan asan olanı oxuyun. Və sonra deyir ki, Quran ərəbcədir. Deməli, sən Azərbaycanda oxuduğun Quran deyil də. Deməli, sən namazda Azərbaycanda oxuyanda Quran oxumursan. Dedi, o necə olur? Deməli, belə olur. Sonra düt adı boy.